Əziz qardaşım, Allah subhanahu və teala bizlərə valideynlərimiz ilə gözəl davranmağı vəsiyyət edib bütün insanlara. Allah Teala buyurur: "Və vassaynal insana bivalideyhi ihsanan." Biz insana valideynləri ilə gözəl davranmağı vəsiyyət etdik. Valideyn deyəndə həm atanı, həm ananı şamil edir. Allaha yaxınlaşdıran ən böyük əməllərdən biri valideynlə gözəl davranmaqdır. Onlara yaxşılıq etməkdir, ehsan etməkdir. Ən böyük günahlardan biri də hansı ki insanı Allahdan uzaqlaşdırır, valideynlər ilə kobud davranmaqdır, onların üzünə ağ olmaqdır. Ona görə məlum məsələdir ki, Allahın rizası valideynin rizasındadır. Allahın qəzəbi valideynin qəzəbindədir. Yəni istəsən ki, Allah subhanahu və teala səndən razı qalsın, valideynlərini razı sal. Əgər qəzəblənsələr sənə, bu Allahın qəzəbidir. Ona görə insan çalışmalıdır ki, atasına, anasına bu dünyada ən gözəl yaxşılığı, ən gözəl ehsanı onlara etsin. Çünki Allaha yaxınlaşdıran ən böyük əməldir.